Belki de valideynlerin üzüldüğünü görmemek, onların yüzüne değer bilmediklerini yazmıştım mektupta. Cəmi 15 cümləlik bu mektubun hər sətrində mübarizin ürək döyüntülərini duymaq olur. Nəhayət, ömrünün ən gənc çağında, 22 yaşında, 18 iyun 2010-cu il, gecə saat təqribən 23:30 saatlərində düşündüyü əməliyyata başlayır. Sən xalqımıza bəxş edənlərin həmişə həyatda yüzü ağ olsun. Vətən yaxşı bilir, cənnət bilirim. Sən özün demişkən, vətən sağ olsun. Gizlidir İbrahimov. Yoldaş gizli. Ben posta olduğum zaman heç birazca baş vermemişdi. Məruzətdir Əsya Yunusov. Azad. Yoldaş gizli. İcazə verin mən də sizinlə gəlim. Yox. Sən qal. Döyüş növbətçiliyini yapar. Oldu yoldaş gizli. İnsan, bu da dünya kapısı. Çok tekrar verin. Çek, sani. Sani, Ağrın Doğan Amerika'da olsun. ha, imasa Türkçe. Türkiye mahallesi. Harika da sıma yiyor. İnsan, bu da dünya kapısı.
düşmenden biz sarsalmağa, ne vur düşmenden biz sarsalmağa. Secdegahdır, qiblegahdır, üç leyli Türk bayrağı, bir avuç kül, bir avuç yurt torpağı. Dostunun qanını getdin almağa, neçə can qopardın düşmən canından, vətəni bu dərddən tək qurtarmağa, aslan tək sıçrayıb keçdin canından. Gör necə qorxutdun yağı düşməni, leşi-leş üstündə qaladın bir an. Can vətən söyləyib verdin sinəni, düşmən eşitmədi dilindən aman. Olsa da bu günlər bədənin cansız, dünyanı dar etdin onun başına. Səni cansız sayan özüdür cansız, bir dastan yazdırdın qan yaddaşına. Minlərlə çırpınan ürək danışdı, sən bizə örnəksən indi mübariz. Səbir kasamızla qaynayıb daşdı, igidin qanıyla olaq mübariz. Bir avuç kül, bir avuç yurt torpağı. 22 yaşlı bu Mərdoğlu 1 kilometrelik minalanmış sahəni tək keçdi. Düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat tək orduya qarşı döyüşdü və düşmənin xeyli sayda əskər və zabitini məhv etdi. Azərbaycan şəhidinin nəşini yalnız 5 ay sonra noyabrın 6-sında vətənə gətirə bildi. Çok sınadı bizi zaman, neçə şəhid getdi qurban. Silə silə, silə silə, siper olar, iki dəstə dökən dayan. Mənim mədar zirvəsindən budur iz. Şəhid oldun, baş əymədin düşmənə. Vətən sənə oğul dedi mübariz. Dözmədin sən, dözülməyin oyuna. Çönüb baxdın tarixinə, soyuna. Şücaətin çox yaraşır boyuna. Vətən sənə oğul dedi mübariz. Ökəm dayan, ökəm dayan. Adın kimi özün oldun, qorxmadın. Azdı düşmən, çoxdu düşmən, baxmadın.
qala, iki dəstgah möhkəm dayan. Rövşən deyər sönməzliyi yaşatdın. Yurt yuvadan dönməzliyi yaşatdın. Ölmədin sən, ölməzliyi yaşatdın. Vətən sənə oldu dedi Mübariz. Ya candan keç, ya candan keç. İki yoldan birini seç, birini seç. Azadlığın şərbət iç, şərbət iç. İki dəstgah möhkəm dayan. En büyük arzu şehitlik zirvesine ucaldı. Azerbaycan Respublikası Prezidentinin sərəncamıyla milli qəhrəman təqaüdünə layiq görüldü. Şəhid Gizrə Buad, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi xidmətlərə rəşadətinə görə verildi. Xatirəsini əbədiləşdirmək üçün ölümü boya başa çatdığı Birəsəmər rayonunun mərkəzi küçəsinə onun adı verildi. Biz onunla fəxr edirik. Biz mübarizi heç vaxt unutmayacağıq. Elə ermənilər də mübarizi heç vaxt unutmayacaqlar. Çünki o, düşmənin içine girib, yüzlərlə erməni hərbçisi ilə tək başına döyüşmüşdü. Hava işıqlananda mübarizi snayperlə vura bilmişdilər. Ermənilər hətta onun ölüsündən də qorxurdular. Buna görə də əllərini bağlamışdılar. Özünü də dedi kimi. Vətən sağ olsun. Allah rəhmət eləsin. Qəbri nurla olsun. Yeri cənnətli olsun. Amin. İki yoldan birini seç. Duman duman da, dağlar çan da. Hem Tanrı sevlər, hem də ki bəndə. Dağda qurtaranda, üzlər güləndə, şəhidlər qayıdan yerə burada. Torpaq rahatlanıb nəfəs alanda, durular əhval da, durular qan da, arzu gücəldikcə ürəkdə, canda, şəhidlər qayıdan yerə buyurdu. Bir oğul evlənsə, bir gəlin köçsə, aşıq sinəsində sazıyla ötsə, İlkitlər, ərənlər, girəndə bəhsə, şəhidlər qayıdar yenə burada. Bir dəli gülüşün uğultusunda, körpə bir uşağın qırıltısında, elin toy günündə, elin yasında, şəhidlər qayıdar yenə burada. Həftədə bir dəfə, cuma axşamı, şəhidlər qayıdar yenə buyurdu. İki dəstgah möhkəm dayan. Ya sadı, ya candan keç, ya Ana torpaq, vətən, hak yolunda şəhid olmaq, dinimiz İslam'a, Allah yanında da uca zirvələrdən sağlayır. Millətsever şair Mehmet Akif Ersoy demişkən, ey şəhidim, məndən istəmə məndə, sana qollarını açmış da, təkrar peyğəmbər. Mübariz dağının kimi yüzlərlə Azərbaycan oğulları vətən yolunda qarşılıq gözləmədən canlarından geçmişlər. Onların bizdən də təmənnası yoxdur. Ancaq onları xatırlamaq, yad etmək savabdır. Zənnimcə bugün bu tədbirdə iştirak edən, onu xatırlayan hər kəs bu savabı qazanmış oldu. Bir daha deyək, Allah rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mübarizin timsalında bütün şəhidlərimizin ucaldığı, əsl qəhrəmanlığı onlara halal edirik. Bütün şəhidlərimizə Ulu Tanrıdan rəhmətlik arzu diləyirik. Əziz tədbir iştirakçıları, hamı bilir ki, həyat müvəqqəti, ömür fanidir. Kimini harda, nə vaxt, necə haqlayacaq, onu Ulu Tanrı bilir. Ona görə də
Gəlin bizə verilən bu ömür payını elə yaşayaq ki, çevrilib arxaya baxanda peşiman olmayaq. Mən sizə mübarizin ömrü kimi qısa ömür arzulamıram, əziz şagirdlərimiz. Amma onun ömrü kimi bir şərəfli ömür arzulayıram hər birinizə. Hər birinizə can sağlığı və fürsətdən istifadə edib Cavid müəllim. Sizə çox-çox təşəkkür edirəm. Mən də çox tədbirlər aparmışam, təşkil eləmişəm. Amma çox gözəl bir tədbir təşkil eləmişsiniz. Sizə can sağlığı arzulayıram. Və fürsətdən istifadə edib uşaqlarımızla mən bağrıma basmaq istəyirəm. Bu bayrağı mən öpmüşəm, bir də öpürəm. Şəhidlərimizin xeyri. Və bir də burada bizim dedim qonaqlarımız var. Bəlkə mübarizin xatirəsinə sizin də bir ürək sözünüz var. Hörmətli qonaqlar, əziz uşaqlar, məni bu tədbirə dəvət elədiyi üçün sizə öz təşəkkürümü bildirirəm. Sizin bugünkü tədbiriniz hərbi vətənpərvərlik yolunda gedilən çox addımlardan biridir. Hərbi vətənpərvərlik ruhunda tikilən binanın bir kərpicidir. Mən sizə öz minnətdarlığımı bildirirəm. Mənim sözüm əsas burada oturan gənc uşaqlaradır. Sözüm bundan ibarətdir ki, burada qeyd edildiyi kimi mübariz birdən mübariz olmadı. Öz başına mübariz olmadı. Mübariz mübarizəsi ilə bu yola qədəm qoydu, bu yolu başa vurdu, milli qəhrəman içində ömrünü torpağa tapşırdı. Bizdən nə tələb olunur? Bizdən tələb olunan odur ki, bir nümunə kimi onu həmişə ürəyimizdə saxlayaq, həmişə yada salaq, ona layiq hərəkətlər edib, ona layiq tərbiyə görüb, ona layiq hərbi hazırlıq işlərini başa çatdırıb, lazım gəldikdə onun yolunu getməyi bacaraq. Bundan ötəri sizə birinci lazımdır can sağlığı. Can sağlığı. Əgər əskər sağlam böyümürsə, sağlam deyilsə, idmanla məşğul etmirsə, özünə əziyyət vermirsə, mübariz kimi yetişə bilməz. İkinci, sizə mən ruhən tərbiyə arzulayıram. Ona görə ki, ruhən hazır olmayan bir əskər, şəhidlik, özdə mübarizin getdiyi şəhidlik yolunu gedə bilməz. Mənim arzum sizə budur. Valideynlərinizə arzu edirəm ki, onlar lazım gəldikdə sizi qəhrəman kimi mübarizə aparmağa, erməniləri qırmağa, ölməyə yox, erməniləri qırmağa ürəklə yola sala bilsin. Sözümün axırında hamımızı yadına salmaq istəyirəm. Burada oturanların çoxu yəqin səfərbərlik nədir bilmir. Sizin hamımızın evində televizorlar var, radio danışır, qəzetlər yazır. Bizim Ali Baş Komandanımız, Ordu Generalı İlham Əliyev cənablarının tapşırığı ilə axır vaxtlar keçirən hərbi təlimlər hava yerə deyil. Bu təlimlərin böyük məqsədi var. Ələxüsus axırıncı keçirən təlim və bu təlimə bugün orduda xidmət eləyənlər yox, orduda xidmət eləyib qayıtmış ehtiyatda olanların orduya çağırılması və bu təlimlərdə iştirak etməsidir. Bundan ötəri biz hər birimiz belə çağırışa hazır olmalıyıq. Belə çağırışa hazır olsaq, vətən bizi çağırarkən biz ürəklə, canla, başla orduya gedərik, öz vətəndaşlıq borcumuzu yerinə yetirə bilərik.
Müəllimə, mən bir də sizi təbrik edirəm belə qəşəng gün olmaq münasibətilə. İkincisi təşkilatçılığınıza görə. Üçüncüsü bizim qardaşımızın apardığı, Cavid müəllimin apardığı aparıcılıq qabiliyyəti heç də bizim televizorda olan aparıcılardan geridə deyil. Çox sağ olun. Hala, bunun danışığından, uşaqların, qızların burada çıxışlarından elə bil ki, insan ruha gəlir. İnsan vəcdə gəlir. Bu böyük şeydir. Çox sağ olun. Doğma məktəbində keçirilən bu tədbirə görə sizə öz minnətdarlığımı bildirirəm. Diqqətinizə görə çox sağ olun. Bugün bizim tədbirimizdə Qarabağ uğrunda döyüşlərdə ifadəmə görə bir qism əlil olan gənclərimiz var. Onlar bizim təxririmizdir. Biz onlarla fəxr edirik. Hikmət, Qabil burada iştirak edir. Sözü sizə veririk. Tədbir iştirakçıları, əvvəla hər birinizə belə bir tədbirdə iştirak etdiyiniz üçün təşəkkür edirəm və Əntiqə müəlliməyə, bütün kollektivinə belə günləri unutmadığına görə təşəkkür edirəm. Bizim tək mübariz deyil, mübariz kimi Azərbaycanda neçələrlə oğullarımız var. Elə bizim kəndimizin oğlu, məktəbimizin adını daşıyan Arzu Əliyev şəhidimiz də var. Allah şəhidlərə rəhmət eləsin. Amin. Allah bu şəhidlərdən olan bizim bu millətə can sağlığı versin. Bu millətin şəhidlərin adına layiq ruhda böyüməsi üçün çalışan müəllimlərimizə də Allah Teala can sağlığı versin ki, sağlam ruhda, sağlam bədəndə sağlam oğlanlar yetişsin, sağlam övladlar yetişsin. Hər birinizə təşəkkür edirəm. Həsən də, Tərbiyinizə görə hamıda təşəbbüs edirəm. Başda Əsif Yaman olmaqla, Cavit müəllim də həqiqətən çox gözəl təşkil edib, göz qabağını göstərdi. Bütün şəhidlərimizə Allah rəhmət olsun, qəni olaraq, qəlblərini önəmli olsun. Allah nə ara bilək, yanın gənclərimiz Allah canını sağlasın. Belə bir şey olanda çəkmək lazım, hər şey. Sağ olun, var olun haqqında. sağ olun. Allah hamıya ürəyi versin. O da bir vergi. Allah halal deyil, oğullar bizi fəxr edir. Bir də sizə çox təşəkkürümü bildirirəm. Allah can sağlığı versin və heç vaxt şəhidlərimizi yaddan çıxarmayaq. Və bir də sonda bir daha şəhidlərimizə ulu Tanrıdan rəhmət diləyirik. Ucaldıqları əsl şəhidlik zirvəsini bir daha onlara sizin adınızdan halal edirik. Teşekkür ederim, minnettarım ederim. Sağ olun ki gelmişler. Sağ olun. Sağ olun.